Real Madrid halal. Hər birinizi salamlayırıq dostlarım, nedir ki işləriniz qaydasındadır. Siz Peñablancas YouTube kanalındasınız və bu bizim YouTube kanalımızın flaqman verilişi Halal Madriddir. 15-ci yubiley buraxılış və kakras elə yubiley ili də yola salırıq. Gördüyünüz kimi bayram abu-havası bizim vid fasonlarımızdan görürsünüz ki komandamız belə bayram abu-havasında oynamasa da azərkeşlər həmişə pozitivdir. Əslində yox. Bugün niyə pozitivlik lazımdır? İl qabağıdır. İl qabağıdır, hə, amma nə bilim. Yəni yaxşı olacaq ümid edirəm. Bugün biz komandanın son oyunlarını, necə deyirlər, Xabi Alonsonun qurtulmasını, hələ ki azad olmamasını müzakirə edəcəyik. Çünki komanda 3 oyunda qalib gəlib. Xabi Alonso deyir ki, bilinməyə lazım idi bu. Və əlbəttə ki, yeni ildən öz gözləntilərimizi də müzakirə edəcəyik. Əlbəttə ki, bunu mən tək etməyəcəm. Bunu mənim kolleqam, görürsünüz, Vinicius Mbappe kimi flanqları dəyişdilər, lang elədilər. Ya da ki, istəyirsiniz zerkalimizə baxa bilərsiniz ki, əgər öyrəşmişsiniz ki, Fərman sağda, Lətif soldadır, zerkalimizi belə fırladım, baxın. Onsuz da mən ortadayım, belə. Mbappe kimi qalmışam ortalıqda elə çıxır. Hər vaxtınız xeyir olsun, dəyərli madridistlər. Viniciusun rəsmi distributoru ölkəmizdə, fan klubumuzun üzvü, idarə heyətinin üzvü və Telegram kanalımızın adını Lətif. Mənim məcburi şəkildə sən Viniciusun fanatı elədin də. Hər vaxtınız xeyir olsun, dəyərli madridistlər. Real Madridin bütün şikəst oyunçularının rəsmi sponsoru bizim köhnə madridistamız və fan klubumuzun üzvü Fərman. Hamını salamlayıram. Və Ronaldo'nun rekordunu təkrarlayan oyunçunun birbaşa azarkeşi. Jude Bellingham'in birbaşa azarkeşi fanatı hətta. Jude Bellingham özü deyərdim ki, hətta o FIFA'ya görə top 11-ə düşən bu il Jude Bellingham'ın var. Elə aşnaqlıq yoxdur da. Necə düşüb bu top 11-ə qardaş? Oynamıyor. Reklam da bura. Bir də bizim dostumuz, qardaşımız var, deyir İngilis lobbisi işləyir bura. İngilis lobbisi işləyir də qardaşım. Çünki başqa cür mən Cole Palmer'ın orada olmasını izah edə bilmirəm. Həmçinin Jude Bellingham'də həmçinin. Nəysə, ilk öncə başlayaq ondan ki, Lətif komandanı biraz tərifləmək istəyir. Nəyə görə tərifləmək istəyir? Lətif buyur. Uşaqlar, nəyə görə tərifləmək istəyir? Əslində çox belə deyək də, mən istəmirəm bugün bədibin danışım, acınacaqlı vəziyyət, suda, amma ki, həqiqətən də bu 3 oyunun ikisini qoyuram kənara. Sevilyanı da qoyuram kənara. Talavera ilə oyun haqqında 1 dəqiqəlik üstündən keçəcəm. Çünki oyun haqqında ümumiyyətlə çox danışmalı bir şey yox. Komandanın ümumi dəyəri mən sizə deyəcəm uşaqlar. Komandanın ümumi dəyəri 2.8 milyon avrodur. Və meydana buraxdığı heyətin, ümumi 20, 22, 23 futbolçunun ümumi dəyəri 2.8 milyon avrodur və meydana buraxdığı heyətin dəyəri isə 1.6 milyon avro idi. Harasa Mbappe'nin butusu da yəni belə deyək. ƏDV-si. Butusu da yox, ƏDV. Yəni dediyim odur ki, biz 1.6 milyon avroluq komandaya qarşı oyun bitəndən sonra Xabi Alonso sanki bir 10 il qocaldı da. O 3-2-dən sonra axırıncı dəqiqədə Lunin'in götürdüyü top ki var idi. Başda zərbədən sonra. Xabi 10 il qocaldı. Bilirsiniz ki, ən maraqlı vəziyyət də budur ki, uşaqlar sizin bəyənmədiyiniz belə deyək də, Çempionlar Liqasında Qarabağın anti-qəhrəmanı kimi gördüyünüz Nəriman Axundzadənin dəyəri 2.5 milyon avrodur. Talaveradan bahadır qardaş. Talaveradan bahadır da. Yəni meydana buraxdığı futbolçulardan 1 milyon da bahadır. Talavera ilə oyun bilsən nə idi? Bəzi madridistlər var, mən şokdayım burada. Komandanı bəyənir hal-hazırki vəziyyətini. İndi okey də hər gözəlin bir eybi var. Okey, bəyənirsiniz. Necə? Yəni ki, onlar YouTube-da prosta 16-cı, 17-ci illəri açıb baxırlar, elə ki, canlı futbola baxırlar. Nəysə. Amma bu oyun bu həmin insanlara cavabdır ki, bu komandanın bir sistemi yoxdur. Sistemi qoyulan bir qaqa, ideyası yoxdur. Qaqa nəyə çıxıb, nə oynayır, plan yoxdur bildiyində. Plan odur ki, qaqa Mbappe nəsə fikirləşəcəkdi. Yəni belə bir temadır. Çünki Mbappe bəlli səbəblər, bəzi mənbələr bildirir ki, özü xahiş edib Xabi Alonsodan ki, mənə Talavera'nın oyunu burax ki, mənim boşumda rekord vurmaq istəyirəm. İstəyirəm Ronaldo'nun rekordunu üstələyim. Açığı individual şəkildə Mbappe'yə bir pretensiyam yoxdur. Yəni oyunda 2 gol vurdu, hansısa da orada avtogol oldu, yəni şərait yaratdı. Yəni Mbappe üçün bu rahat məqamdır. Komanda prosta ümumən Mbappe qarşı elə bir ki, biraz napraq altında oynadı. Elə bir ki, əziyyətli oynadı. O qış Talaveradır da, 7-8-ni döşəməli idi ona. Bir də ki, Mbappe'nin yəni o düşüncəsi də mənə biraz hardasa okey deyirəm özlüyümdəki, məsəl üçün rekorda bu qədər yaxınlaşıb istəyir rekordu qırsın.
Amma bir tərəfdən də düşünəndə Mbappe zədədən təzə qayıdırdı. Yəni onun oynamağı hardasa mənə biraz da çatmadı ona görə. Yəni Mbappesiz də biz bu komanda ilə rahat ikinci heyəti inandırım səni ki, çıxıb kişi kimi oynasa Kastilya ilə belə biz bunlarla bacararıq. Kastilya udubdu onlar. Kastilya da eyni liqada oynayırlar. Kastilya eyni liqada oynayırlar. Ay Kastilya liqada ikinci, üçüncü yerdə gedirsə, bizim Kastilya yuxarıdadır bunlardan. Üçüncü yerdədir, bunlar 18-də. 18-ci yerdədir. Ha qardaş, yəni nə yaşayırıq biz? Yo, indi mən sizlə o tərəfdən də razı deyiləm ki, indi Mbappe rekordu vurdu, əlbəttə ki, o tərəfinə razıyam, hə. Amma ki 9 oyun çox keçirtməklə o rekordu vurdu. Ona qədər rekordu vursa da o Ronaldo'nun heç 1%-dir. 59 elədi. Hə, o bir Ronaldo heç 1% deyil. Şəxsən mənim üçün. Yoxa nəhlətdə. Yoxa nəhlət də yoxdur. Onu durub Ronaldo'nu eyni sıraya qoymaq. 100%. Elə bil ki, elə bil ki, Vinicius'la Robinho bir kraliçesi. Qardaşım, mən başa salmıram. Düz deyirsən. Burada razı olmayan adam yoxdur. Prosta ki, sən yox sevinək də. Razı olmayan adam yoxdur, yox, çoxdur qardaşım. Razı olmayan adam bu dəqiqə bu fikirlə çoxdur. Yox qardaşım. Fərman sən düz deyirsən. Prosta bir nəyə sevinək? Yox, indi sevinmək qoy. Talaverna ilə komanda adı. Talaverna ilə oyuna mən daha çox qorxurdum, nəinki Sevilla ilə. Çünki yox, mən açıq deyəcəm. Çünki Realın o zəif komandalara qarşı 3-cü, 4-cü, 5-ci divizion komanda onların elə bil ki, fobiyası var. Zidane'ın vaxtında, Pellegrini'nin vaxtında, nə bilim Del Bosque'nin vaxtında onlar həmişə o klublara uduzublar. Çünki bax fikir vermirlər də oyuna, çıxırlar Talaverna göm istəsirlər onlar 8-ini vurmayacaqlar. Sadəcə çıxırlar oyuna. Mırtdaşırlar. Hə, baxır ki, Talaverna da udacam. 3-0 şot olur, 3-2. Ucu komanda qayıtmağa çətinlik çəkir, nəsə eləməyə. Elə bu psixoloji məqam. Psixoloji məqam idi oradakı. Talavernadakı həyatın oyununu keçirdir. Real gəlib sən meydança. Kastilya deyil. Çox Cristiano baxırdı oyuna. Yox, mən Sevilla ilə hara fırladırsan fırladı. Olmamalı idi. Olmamalı başqa şey idi, amma ki elə o komanda tabii infaq keçirtdiyə 90-cı dəqiqədə adam canlı cəsəd idi. Olar ya sizə belə bir sual verim. Alonso ilinə bir 10 milyon pul qazanır da, düzdür? Rahat. 10 milyon pul qazanırsan. Sən də deyirlər ki, həyatın bu 3 oyundan aslıdır. Talaverna ilə uduzursan sənin qollayırlar. O nətər hissdir? Başa düşdün? Talaverna o inanmır. O Reala görə can yandırmırdı. 10 milyonun dərdini fikirləşirdi ki, ay mənim pulum getdi. Kimə uduzub ondan sonra. Yox, bu Talavera deyəsəm bizim bu mövsüm qarşılaşdığımız ikinci əfsanəvi komandadır da. O Avstriya komandasında nə idi? Tirol. Amma Tirolu sürmüşdü də. İndi uşaqlar vaxt itirmədən kişi kimi oynamış. Orada normal oynadı. O çünki mövsümün əvvəlində hələ xəbər sistemini qurdu. Gör nə ilə fəxr edir özünü Tirolu dağıtdı. 4-0 brat Militao'za. Qardaşım, keçək elə Sevilla ilə oyuna çünki əslində çox şey müzakirə etmək olar. Nəysə Sevilla ilə oyundan qabaq artıq biz Alavesi utduq, Talaveranı utduq deyənə artıq demirdilər ki, Xabi Alonso birdən udursaq Sevillaya qovacaqlar. Dedilər ki, Superkuboka saxlayırıq. İndi Superkubokda udursaq qovacaqlar. İndi gözləyirik Superkuboku. İndi yanvarın ortalarında axırına yaxın. Mən açığı hücum xəttində mən birinci başa düşmədim ki, Höysen niyə ilk dəqiqədən başladı rəqibə top verməyə. Yəni niyə Xabi Alonso özü mətbuat konfransında oyundan əvvəl dedi ki, mən çox sevinirəm ki, Höysen qayıtdı. Nəyə görə? Topu idarə edə bilir, ötürmə edə bilir və s. və axır. Amma sürəti yoxdur demir. Mövsümdən əvvəldə çox mövqe seçimi yaxşı idi deyənə sürətini hardasa pakrevat eləyirdi, onu eləmir. İndi başlayıb rəqibə top verməyə. Kayıfdasan sən. Mən səni gözləyirəm ki, burada heç nominal müdafiəçi müdafiədə oynasın. O da oynar. Digər indi birinci dəqiqədə baş verən şeydən danışmaq istəyirəm, amma ilk öncə sizin də fikirləriniz maraqlıdır. Boşluq çox verdi yəni bu oyun biz. Boşluqdan danışanda mən o hansı 2 gün bundan əvvəl söhbət edirəm, deyim ki, mən razıyam komandadan. Nəyə görə? Qəşəng oynayıb uduzmaqdansa City kimi. Mən razıyam ki, komanda bərbad vəziyyətdə oynasın, amma mənə nəticə gətirsin. Çünki 38 turun axırında heç kim oturub deməyəcək, Real Sevilla ilə biabırçı oynadı. Məsələn də Getafe ilə pis oynadı. Hamı deyəcək ki, Real kuboku qazandı. Görəm keçən il həmin Barcelona çempion olanda bərbad oyunları yox idi. Tonla bərbadı. Hər komandanın olur da. Olur. Onu heç kim yada salmır. Və yaxud da ki 21-22-ci mövsümdə Çempionlar Liqasında komanda nəyini unutdu?
bəxt də öz 50% rolunu oynadı. Komandanın da ruhu ilə utdu da belə deyə. İstədilər, veteranların ruhu deyək. Hə də istəklə utdular. Hamısı belə deyə, həm PSG-dən, həm Chelsea deməyəcəm, City-dən, həm Liverpool-dan zəif idi Real. Amma bu dəqiqə hamı söhbət edir, deyir ki, 22-ci mövsümün çempionu Realdır. Mən razıyam, qoy belə oynasınlar, nəticə gətirsinlər. Amma o qəşəng oyun City ilə oynayıb nəticə vermədilər ha. Ondan mən narazıyam. Amma perspektiv yoxdur xəbər. Perspektiv yoxdur. Mən sənin tamamilə razıyam. Amma ki biz bir şeydə boynumuza almalı ki, bu dəqiqə Alonso lap qol asalar belə normal məşqi gəlməyəcək. Gəlməyəcək. Yox, heç Kloppdan da asılı deyil. Məsələn də. Klopp bu dəqiqə gəlsə, mən inanmıram komandada o nəsə qlobal bir dəyişiklik eləyə biləcək. Eləyər yayda. Ona bir vaxt versələr, bir ay, 2 ay, o komandasını yığsa, istədiyini oynasa eləyər. Amma dərhal sən gəlirsən, məsələn də yanvarın 1-i və sən yanvarın 4-ü, 5-i oyununda o 3 günə nə edəcək? Adi Zidane 15-16 mövsümündə gələndə orada yalnız kubok oynamadıq. Bir 10 gün fasilə oldu. Orada o özü deyir ki, mən komandaya məşq keçdim. Öz istədiklərimi öyrətdim onlara. İndi sən onu necə edəcəksən? Tap-batarab oyunlardır. Heç nə yoxdur. Alonso məncə qalsın. Yəni Allah kərimdir, inşallah yaxşı olur. Sevilla'nın da oyunu 3 xaldır. Ruslar demişkən Triaçka Yipaknut. İndi sözündəki o deyir sevinç göz yaşları. Sevindiyindən topu bilmirdi kimə atsın. Prosta atdı da kimə gəldi ki, qarışqara bu sənin top sənin, bu top sənin. Mən bir sənə narahatam. Mən sənə razıyam ki, nəticə okeydir, nəticə. Amma mən digər tərəfdən nəyə görə razı deyiləm? Mən demişdim hansısa buraxılışda bundan qabaq ki, mən onsuz da titullardan doymuşam. Mən istəyirəm bu komanda oyun oynasın. Çünki oyun oynadıqca nəticə də gələcək. Əlbəttə ki, kubok, titul komanda qazananda sevinirsən. Amma nəzərə alsaq ki, bütün oyunlar sən deyirsən kim cəmaatın yadına qalacaq. O çoxsu ya Real keçidi, başqa klublarla keçidi. Ya da ki, oyunlara mövsümdə 10-15 dənə oyuna baxan adamdır. Hər oyuna baxan insan yadda saxlayır bütün komandaları. Mən sən Liboy mövsümü deyim, sən mənə deyəcəksən ki, o komanda nə ilə fərqlənirdi? Yəni bir Realı nəzərdə tutulur. Yox, sən də azarkeş kimi danışırsan da, ümumi fikirdə danışanda sən tarixdə adın qalır sadə. Mən onu demək istəyirəm. Ümumi tarixdən bəli, amma mən hal-hazırda bu emosiya, ümumi tarixdə bir sənəcə ancaq keçmişdən tarixlə yaşamaq olar, bu da bir vacib bir statusu o verir elə. Amma heç olmasa sən bir asanda futbolda bu 90 dəqiqə sərf eləyəndə bir zövq almalısan da, bir yüngül var idi. Mən qardaş 3 ayda bu komanda zövq aldım. Yəni o sualı mən verəcəm. Realın axırıncı dəfə oyunu. Yox, sizin oyunda mən biraz zövq aldım. Mən heç bir qram da zövq almadım. Çünki heç olmasa biraz ürəkli oynamağı nəticə almadığın, bax biz bu yaxınlarda bir paylaşım oxudum. Hansı mənbədə bilmirəm mən, amma ki, yəni İspaniya mənbələrindən birində idi. Bir maraqlı bir belə deyək də məqalə oxudum. Bu özü belə əslində Florentino Perezin belə deyək də mediasının bizim beynəlxalq düşüncəmizə otuzdurduğu düşüncədir ki, fikirlərdir ki, biz City ilə oyundakı belə deyək də mübarizlikdən, yaxşı oyundan, gözəl belə deyək də gördüyümüz oyundan zövq alaq və bundan kifayətlənək. Amma müqayisə gözlə görürsən də ki, yaxşı oyunlar. Bir söz deyim də, əslində biz həqiqətən də Real Madrid nəyə görə Real Madriddir? Niyə görə Avropanın bir nömrə Avropa yox, hətta dünya futbol tarixinin bir nömrəli komandası hesab olunur. Çünki azarkeşi daima tələbkar olub və klub rəhbərliyi də daima tələbkar olub və klub da daima buna görə uğur gətirib. Biz indi nə tələb eləyirik? Yəni bizi proses maraqlandırmadan bizə yekun maraqlandırır. Bu dəqiqə bizə konkret olaraq biz bax indi Fərmanın dediyi sözə gəlirəm. Fərman deyir ki, mən sadəcə nəticə idi, nəticəni qazandıq. Nəticə bu tip oyunlarla Fərman biz bəlli bir oyunlardan nəticə alacağıq. Sevilla kimi misalsız komandalardan, Osasuna kimi komandalardan, Celta kimi komandalardan bəlkə də nəticə alacağıq. Bəlkə almayacağıq, amma bəlkə də alacağıq. Necə ki Celta'ya uduzduq öz evimizdə. Amma nisbətən ortanın üstü komanda gələndə bu oyun bizi biabırçılığa aparır. Bizim komandada ləng futbolçuların sayı həddindən artıq çoxdur. Müdafiədə Höyson ləngdir. Rüdiger ləngdir. Yaşına görə ləngdir. Rüdiger çatdırmır. Carreras lateral üçün ləngdir. Carreras oynamadığına görə mən Carrerasın adını çəkmədim. Ümumiyyətdir də, yəni o da. Yəni bu iki də Asensio, mənə görə Asensio da ləngdir. Asensio da çatdırmır yeri gələndə. Çatdırmadığı məqamda da vurur, tutur, saxlayır, iştiraf eləyir. Yəni ondan o tərəfəsi yoxdur bu adamda. Birəbir mübarizələrdə zəifdir. Asensio yaxşı fərqlərində görürsən ki, Asensio yaxşı oynayır. Bu deməkdir ki, sənin müdafiəndə problem var. Çünki bax, bu üçü Asensio da mənə görə şəxsən Real Madrid səviyyəsində müdafiəçi deyil.
Chouameni mövqeyinə görə hardasa biz deyə bilərik ki, misal üçün yarım müdafiənin dayağında oynadığına görə biz deyə bilərik ki, hardasa o adamın biraz cəhdliyi, biraz hardasa olmaya bilər. Amma mənə görə də Chouameni də biraz hardasa o tempində artırmalıdır. Biraz hardasa belə deyək də, ləngli deməyəcəm mən, amma ki hardasa oyun tempini biraz artırmalıdır Chouameninin özü də. Hücuma qatılanda Jude Bellingham mənə görə şəxsən hücuma yetərli qədər templə qoşmur komandanı. Arda Güler bəlli bir cinahla işləyir, bəlli bir adam üçün işləyir. Vinicius konkret olaraq son belə deyək də, bu mövsümün əvvəlindən, hətta ötən mövsümün ortasından etibarən bəlli bir oyunları çıxmaq şərtinə, 3 oyun, 4 oyun, 5 oyun indi barmaqla saya biləcəyimiz qədər oyunlardır. Performans göstərmir, oyunu qoymur ortaya. Rodrigo 2 ay var, 5 ay yoxdur, 7 ay yoxdur. Yəni bu komanda bizə uzun müddətdə heç nə vəd vermir. Qısa müddətdə bəli, Sevilla kimi bəzi komandalara qarşı La Ligada biz hardasa misal üçün də biraz bəxtlə, biraz hardasa nələrinsə hesabına nəticə qazanacağıq. Biz 10 nəfərlə yarım saat Sevilla ilə oynadıq. Pressing gördünüz Sevillaya qarşı. Axırıncı yarım saatı biz 10 nəfər ümumiyyətlə son 2 ayda Sevilla bizə pressing eləyir deyə biz Sevillaya pressing eləyə bilmirdik 65-ci dəqiqədən sonra 10 nəfərlə. Sevilla necə pressing? Bizim hücum xəttimiz pressingi çox xaotik eləyir. Və çox vaxtı mən hətta dünən bir fikir bildirdim ki, Vinicius elə bir ki, məsəl üçün Vinicius üzərində misal çəkim. Onsuz da əcəb elə. Vinicius üzərində bütün tərs misallar çəkəcəm. Elə bir ki, Qaqam bir sənəcə divara pressing eləyir. Yəni top ordadır və sən çalışsan toplu olan oyunçuya pressing eləyəsən. Boşluğa pressing eləyir. Okey, hardasa başa düşmək olar ki, bu ötürmə fazasını bağlayır ki, bu oyunçu ötürmək olmazsa, amma tək Vinicius deyil, Mbappé'nin də pressingi. Orada hücumda mən yeganə normal pressing görürəm Rodrigo'da. Normal nə demək istəyirəm? Məntiqli pressing. Sən başa düşürsən ki, Rodrigo nəyə görə falan yerə pressing. Bu adam stabil deyil. Rodrigo stabil bu oyunu oynasa, Qaqam, nə vaxt stabil oynadı? Rodrigo belə. Bu mövsüm nə vaxt oynadı? O buraxır ki, o meydana. Mən sözü deyirəm. Rodrigo maksimum 3-5 oyun bu tipdə oynayacaq maksimum. Sonra bir ay yeni itəcək. Məsələn, mən nəyə görə Rodrigo'nun perspektivini görürəm? İmina Xabi Alonso'nun rəhbərliyi altında. Bunu daha çox istəyirdim gözləntilərdə danışım, belə yəni ki, orada danışacağam. Qısaca prosta deyim ki, Sevilla pressing edir yoxsa yox. Bu hücum xətti pressingi normal eləmir deyənə. Oyunçular keçir hücum xəttini, rəqiblər. Keçir yarımdafiə başlayır hücumun işini pakrevat eləməyə. Nəyə görə hansısa məqamda Jude Bellingham bizim gözümüzə düşür. Çünki Jude Bellingham başlayır Mbappé'nin, Vinicius'un onun bunun işini düzəltməyə ki, Şimdi biraz şeydir, təmizləyim. Chouameni onsuz rolu odur. Chouameni ki bədbəxtdir. Mən yazım gəldi Chouameniyə. Chouameni prosta bizə qabaqda 7 dənə lom gördü ki, ağır mən bunlar kimin pakrevat eləyim. Məsələn də Casemiro da öz vaxtında burada belə eləyirdi, amma Casemiro'nun qabağında Ronaldo, Bale, Benzema idi. Modric, Kroos idi də. Kroos, Modric kimi top alan var idi. Bunun qabağında belə bunun qabağında deyir ki, bunun lom yığını da var. Bu kimlə oynayır məsələn də. Və müdafiədə onsuz da xətti qaldırıraq Xabi Alonso. Biz hər dəfə bunu Barcelona haqqında deyirik, amma Xabi Alonso da xətti qaldırır. O şeydir, biz avtobus xətti kimi oynamırıq da, çox arxada oynamırıq. O bizim müdafiəçilərimiz qapıçıya yaxın deyil hücum fazasında və yaxud da rəqibin topu alması fazasında. Ona görə hücum buraxır pressingi, müdafiə onu pakrevat edir, hücuma yaxınlaşır. Bu müdafiə isə hansısa məqama qədər yaxınlaşır. Arada bu boşluq yaranır. Fikir verin, sağda Sevilla oyunçuları boş qalırdılar. Yarım müdafiə ilə müdafiə arasında paslarla xəttə Alex Sanchez oradan qaçırdı, o birisi qaçırdı, bu birisi qaçırdı. Bu biz boşluqları, bu nə demək istəyirəm, bilirsən nə demək istəyirəm? Sevilla'nın bu pressinginin nəticəsi deyil. Bizim səhv xətt bağlamağımızın nəticəsidir. Onu demək istəyirəm. Yəni orada bir nüans da var ki, mən neçə paftora baxdım, təkrara baxdım, tonla təkrar getdi. Rüdiger baxır onçaya. Rüdiger görür ki, kimsə topu bunun arxasına atmaq istəyir. Bu bir dənə sol sağ yeri görür ki, bu offside-a düşür. 2 addım qabağa atır, oyunçu offside-dadır. Höysin onu hiss eləmir. Höysin qalır. Özü neçə dənə offside oldu, Alexis Sanchez düşmədi də offside-a, təmiz oyun epizodu idi. Görürsən ki, Rüdiger addım atdı, getdi qabağa. Bunu saldı offside-a. Höysin durub. Başa üçün qaçmır qabağa da, qaçmır. Sən yəqin ki, bunlar bir yerdə məşq edirdin, Alonso baxırsa, bəlkə altdan bəlkə bir subtitrın azadından ki, bunlar bir yerdə məşq edirsə, Höysin demək lazım ki, offside nə olan şeydir. Biz belə universitetlər arası çempionatda biz futbol oynayanda müdafiədə bir adam var ki, hansı ki, həmişə qışqırırdı ki, offside xətti. Hamı da bir oyunçu kimi dururdu ki, belə offside xətti tuturduq ki, olmaz, o top gələndə hamı qaçsın qabağa.
İndi elə moment indi əlbəttə ki bizlə o bir deyil, amma o olmalıdır da. Sən görürsən ki, sən oyunçunu bir dəfə tutuzdurmadın, qaçmadın. Görürsən Rüdiger qaçır qaba, baxdın bir dənə sən də at. Sən başa düşürsən də oyunçu kimi atacaq da. İndi amma sənə bir acı həqiqət deyim Fərman, sənə o söz fikri və sən də mən də Lətif də bir çox izləyici də başa düşürdü. Əgər Höyçünü yayda Barcelona alsaydı, Flick o Höyçünü yezdirəcəkdi ofsayd xəttini. Bacaracaqdı onu eləməyə. Məsələn, mən sən bir şey demirəm ki. Bir acı bir həqiqətdə, yəni Höyçün Barcelona keçəsi olsaydı, o ofsayd xəttini tutardı. O Inigo-nu əvəzləyərdi. O əvəzlənməyəcəkdi. Inigo onu Barcelonada da almayacaqdı. Bax, Fərman, istəyərdilər məsələn. Məncə yox. Sezon əvvəlindəki podkastlarımızda da demişdik ki, bu adam İspaniya milli komandası kimi bir komandanın bu dəqiqə müdafiəsinin mərkəzində start 11-in futbolçusudur. Daima. İspaniya milli komandası da bu dəqiqə etiraf edir ki, dünyanın ən güclü futbol oynayan milli komandasıdır. Klub səviyyəsində futbol oynayırlar bunlar. Özü böyük klub səviyyəsində futbol oynayırlar. Kim buna razı deyilsə ən azından top 3-də sayır yəni. Yəni mən razı deyiləm. Mənə görə bu dəqiqə İspaniya millisi dünya çempionatının da bir nömrəli favoritidir. İspaniya millisində start heyətdə oynayan bir futbolçu sənin komandava gələndə bu qədər səhvlər eləyirsə, deməli problem sistemdədir. Deməli problem sistemdədir. Sən yəni oyunçunu belə deyək də oyuna hazırlamaq. Yox, sən İspaniyada Xoysunu yəqin görmüsüz də ki, İspanlar bir dənə ingilislərlə oynadı. Belə deyək də güclü mənim yadımda qalanlardan. Almanlarla orada Kukurelyan penalını vermədilər. Nəsə o başqa söhbətdir. Güclü Portuqaliya ilə düşdülər. Həmin o Xoysun idi ki, bilmirəm oynadı, oynamadı desə oynadı Portuqaliya qarşı. Höysun salamat olanda oynadı. Həmin o Portuqaliya ki, Höysunu xışladı da. Yox, hansısa biz fərdi oyunlarda yox, fərdi oyunlarda söhbət gedir. Bu adamın bizim komandada nəyi var bu dəqiqə bax sənin müsbət gördüyün bir müdafiəçi kimi. Xoysun məğaşi müdafiəçi kimi görmürəm. Ancaq o Xabi Alonso görmürəm ki, Xabi Alonso yaradıcı, yarım müdafiəçisi yoxdur deyən. İndi Xabi Alonso bunu belə görür də. Mən hansı məqamda buna razı deyiləm. Onun yaradıcı, yarım müdafiəçisi yoxdur deyə, o bu yaradıcı, yarım müdafiəçinin hansı rolunu Höysuna verib ki, rəqib lap ortaya qədər sıxılıbsa, deməli Höysunun meydanın mərkəzinə çatma ehtimalı var da. Oradan artıq yarım müdafiəçi kimi ötürmələr edə bilər. Hardasa onun ideyası odur. Ona görə mətbuat konfransında deyir ki, mən çox şadam ki, Höysun qayıtdı. Çünki hansısa məqamda mən razıyam. İndi Sevilla oyunda bunu əlbəttə görmədik. Amma normalda Höysun mövsümün əvvəlində hansısa rolu, Krosun belə rolunu hardasa 3% olsa da əvəzləyə bilirdi. İndi ən azından Xabi Alonso ideyası oyunu. Amma alınmadı da başa düşürük buna. Bu adam ləngdir. Bu adam sistem oyunçusu deyil. Bu adam müdafiəçi kimi hissiyatı çox zəifdir. Hava toplarında zəifdir müdafiə olunanda. Sadəcə Real'dan Militao ilə ikili pis deyil. İkili mübarizələrdə gec girişir və yaxud topdan həddindən artıq. Yəni yox, sadəcə bilsən necə elə oyunçu var ki, Real'a yaraşır, nə mənada Real tutuzdur, Real'ın oyunçusu. Elə var ki, Real'a ümumiyyətcə Real'ın oyunçusu deyil. Real ümumiyyətdə çox elə oyunçular var. Oyunçusudur ya da oyunçusu deyil, biz deyə bilərdik əvvəllər. Nəzərə alsaq ki, biz artıq öz DNK-mızı DNT dillərdə onu azımızın dəyişməyə çalışırıq. Höysun kimi oyunçuların sayı çoxalacaq məncə. Gəl elə madəm ki, o biraz Sevilla'dan biz getdiyim ümumiləşdirməyə, gəlin keçək növbəti blokumuza. Növbəti blokumuza keçək. Real Madrid halal. Uşaqlar, biz əslində bu bizim elə çıxır ki, bu il son buraxılışımızın son blokunda həm bütün problemlərimizi müzakirə etmək istədik 25-ci ildə. Həm hərəmiz yəqin ki 1-2 gözlənti deyəcək 26-cı il haqqında şəxsən subyektiv. Yəni heç biz bunu planlaşdırmırdıq. Mən fikirləşirəm ki, hərəmiz bir potensial nəsə fikirləşə bilərsiniz də nə istəyirsiniz bu komandadan. Bir ya da iki arzu. Madəm ki biraz bu Şaxta Baba rolunu oynayır, bəlkə bir alınar da. Amma bir digər tərəfdən fikirləşdim. Onsuz da hər qaçan belə gəldi. Onsuz da hər buraxılışda problemləri müzakirə edirik. Bəlkə də arzulara keçək promoy. 100%. Promoy arzulara keçək. Çox danışır, çox pessimist danışırıq. Biraz pessimist danışırıq. Söz vermirəm ki, mən indi söz vermirəm ki, pozitiv danışacağam, amma bir şey demək istəyirəm. Şəxsən öz gözləntilərimi Abdul olaraq və bunu ilk dəfə deyirəm, eksklüziv bir məlumatdır. Halmana. Yaxşı görək. Mən hamiləyəm. Vanqadan. O dəfə gecə söhbətlərindən sonra hamilə oldun. Da, indi məsələ ondan ibarətdir ki, əlbəttə ki, ilk arzum Real Madrid üçün. İndi Real Madrid çərçivəsində danışacağıq da. Odur ki, əlbəttə ki, yaradıcı yarım müdafiəçi. Onu heç demirəm. 8 nömrə. Onu heç demirəm. Amma o onsuz da olmalıdır. İndi Lətif
bir də o Lətifin əsədiyi məqam. Biz 3 ildə bunu müzakirə edirik. İndi xəbərlər çıxır ki, komanda hiss edir ki, yaradıcı yarımdafa çatışmır. İndi gəlib çatırdı xəbər olar. İllərdə keçib yayda da mediada 2 ildir bu. İndi etiraf eləyirlər. İkinci isə arzum Real Madrid üçün odur ki, mən açığı artıq son 1-2 həftədir ki, istəyirəm ki, Vinicius gələn satılsın. Bunu mən də istəyirəm artıq. Bunu tam ürəkdən arzu edirəm. Amması var. Nəyə görə istəyirəm və hansı təqdirdə istəyirəm, hansı şəraitdə istəyirəm. Əgər hansısa məqamda bəlli olsa, necəsə də, indi yaxşı mənbələri oxuyuruq. Bu arada yaxşı mənbələri oxumaq istəyirsinizsə bizim Telegram kanalımıza, Peymlanks adına Telegram kanalımıza abunə olun. Belə reklamda Gülbari. Nəyə görə? Çünki mən hiss edirəm və bəlkə də siz buna razılaşarsınız ki, komanda ətrafında mənəvi problemlərin yaradıcısı demirəm hələ ki, çünki bunu bilə bilmərik. Amma mediada, mətbuatda, azarkeşlər arasında bu komanda Xabi Alonso'dan narazıdır. Söhbəti Vinicius'dan çıxdı. Ya daha doğrusu Vinicius'un El Clasico'da elədiyi hərəkətdən sonra çıxdı. Çünki onun əvvəl biz bunu çox az danışırdıq əslində. Biz daha çox komandanın oyunla bağlı problemlərini, komandanın pressing etməməsini danışırdıq. Yadınızdadırsa əgər. Amma Vinicius o başladı ki, qışqırmağa və bunu Movistar da qeyd elədi, qayd elədi. Hər kəs də bunu bilir ki, orada qışqırdı ki, gələn mən bu klubdan gedərdim. Və onun dediyi ifadə, madəm ki düşüb audio, videoya, bu hər kəs üçün bir povuddur ki, desin ki, Vinicius deməli bunu istəyirmiş ki, bunu deyir. Yəni adam birdən-birə bu fikri bildirməz də. Ya kimlərsə bunu müzakirə edib, ya da ki, bunu ən azından öz ağlına tutub ki, mən bunu getməliydim. Bu yayda hardasa potensial olaraq gedə bilərdi. Sən bunu dedin, bununla da sən Xabi Alonso'nu zibilə saldın, özünü zibilə saldın, bütün komandanı zibilə saldın. Çünki bu söhbətdən sonra başladılar. Valverde narazıdır, Rodrigo narazıdır, Endrick Zamendə oturmaqdan narazıdır. O narazıdır, bu narazıdır. Mediada birisi də İspaniyada, Santa Barbaradan 5 betərdir. Santa Barbaranı yaradan adamlar da bu İspanlarda. Yəni komanda bizim valideynlərimizin 2005-ci ildə, 2000-ci ildə baxdığı bütün seriallara bu İspanlar yaradıb da. Yəni sən bunlara bu povudu verməli deyildin, amma biz bunu artıq müzakirə etdik ki, yəni zaten səhvdir. Və digər tərəfdən üzr istəyəndə Xabi Alonso'dan o qədər də əslində üzr istəmədi, amma sonra dedilər ki, indi güya ki fərdi danışıblar. Xabi Alonso və bu sən də bunu təsdiqləyirsən. Xabi Alonso'nun son dəstəkləyən oyunçu da Vinicius oldu. Çünki biz gözləyirik, biz Lətiflə oturub gözləyirdik ki, xəbər paylaşanda. Görəsən Vinicius nə vaxt deyəcək ki, mən dəstəyəm. Onda podkastımızda dedik, sonraki həftədə getdik. Amma ki biraz, yəni bütün o adamlar daha dəstək göstərəndən sonra biraz gec idi. Nəysə. Və sonuncu söhbət 83-cü dəqiqədə əvəzlənir və Rodrigo ilə əvəzlənmir. Yəni El Clasico'da kimi öz birbaşa rəqibi ilə, dostlarlar bilir ki, dostlar da biz bunu hiss edirik. Amma mövqe nə dost deyil, amma mövqe üzrə rəqibi ilə əvəzlənmədi. Gonzalo Garcia ilə əvəzləndi. Hansısa ki, Mbappe'nin çəkdiyi sola Gonzalo buraxdı ortaya ki, biraz da ortada cərimə meydançası bir oyunçu olsun. Yəni burada söhbət artıq şeydən getmir. O basıldı. Ona görə o rəqabətdən söhbət. Burada artıq birbaşa əvəzlənmədən rəqabətdən getmir. Birinci dəqiqədən qışqırdı azarkeşlər ki, mən niyə fitə basırsınız? Arkadaş, bu azarkeş sən fitə basmalıdır da. Basmalı deyir qardaş. Birinci dəqiqədən də yox da. Birinci dəqiqədən. Birinci dəqiqədən qardaş. Okey. 17 dəqiqə. Amma daha çox Vinicius'u daha çox, amma bütün komanda fitə basmalıdır o öz yerində. Hamısı. Qardaş, 17 oyunu sən qol vurmursan. 17. Mən başa düşürəm ya Bombardier deyil. Və hardasa Bombardier deyil deyənə Ballon d'Or qazanmalı əslində. Hansısa məqamda. Statistikası wow deyildi. Düzdür, biraz Rafinha Premierdə görür ki, statistika reçin vericidir. Orada vəbşi nə söylür, siyasi məsələlər, nəysə. Qardaş, 17 oyun start heyətə çıxıb qol vurmamaq nə deməkdir? Mənə kimsə bunu izah edə bilər. Ümumiyyətlə il ərzində adam 13 qol vurub. 13. Ha bu azdır da qardaş. Winger üçün azdır. Yaradıcı müdafiəçi üçün əgər daimi hücumdasansa azdır. Hara fırladırsan qardaş bu azdır da. Və plus sən pressingi normal eləmirsən. İndi biraz keçirik o məntiqi məqamı. O mən emosional biraz oturdum. Məntiqi məqam nəyə görə fikirləşirəm ki, Vinicius getməlidir? Çünki orada Xabi Alonso'ya uyğun Rodrigo var və Xabi Alonso'ya uyğun Mastantuono var. Mən də Mastantuono fərd olaraq eləmirəm ki, bomba oyunçudur. Pressing verir. Xabi Alonso əgər bu komandanın zibilin bu sistemi qoymaq istəyirsənsə, sən yalnız bir pressing eləməyən oyunçun ola bilər. O da Kylian Mbappe'dir. Ya Kylian Mbappe pressing eləmir və Vinicius onu səhv edirsə, qardaş, bu komanda üçün problemdir. Ən azı hücumda. Çünki mən hardasa fikirləşdim ki, hücuma meyli yarım müdafiəçi belə problemdir. Amma
bizim statistik üzrə rəqibin cərimə meydançasında topu ötürməklə bağlı problemimiz yoxdur. Bizim hansısa məqamda hücumu yekunlaşdırmaqla bağlı problemimiz var. Biz bunu bilirik. Kylian Mbappé pentatrik elədiyi oyunda dubl eləyir. Vinicius ümumiyyətlə qapıya düşmür. Rodrigo ümumiyyətlə meydanı ona görə buraxmırlar ki, qol asist eləsin. Pressingə görə buraxırlar o adamı. Yəni ona görə də mən fikirləşirəm ki, həmin əgər biz Xabi Alonsonun, biz bütün madridistalar Xabi Alonso uğurlu olmasını istəyiriksə və ümumiyyətlə ümumiyyətlə Xabi Alonso qalsın, sistem qoysun, Bayern kimi bu komanda oynasın, pressing eləsin vaxtında. İstəyiriksə, qardaş, mənə görə, mən şəxsi subyektiv fikrimdir ki, Vinicius getməlidir. Çünki onsuz da Mbappé getməyəcək. Mbappé heç kim. Sual yadımdan çıxdı. Səndən qədər danışsa mən ürəyimi boşaltdım. Dünən heç bir şey. Əsas məsələ o idi ki, Vinicius komanda ilə bağlı uğurlarımızı nəsə bir şey fikirləşirdik. Uğurlarımızın davamını. Ürəyini boşaltmaq üçün bir yer axtarırdı, ürəyini boşaltdı. Problem isə nədir? Qısa deyim. Dünən Fuadla video çəkmişik. Orada da 50 dəqiqəlik podkastda 20 dəqiqə Vinicius söymüşəm. Burada başladım Vinicius sövməyə. İndi kimsə əgər bizi bu adam qətiyyən obyektiv adam deyil. Nəyə görə? Bax bu il Viniciusda, belə bax bu dəqiqə Viniciusda mən 5 dəqiqə söydü, mən yarım saat söyərəm Viniciusda. Çünki mənə görə əsas komandanın uğurudur. Mənim üçün şəxsən indi mən onda fikirlərimi deyim Fərman, sonra sənə inşallah axırda yenə həmişə axırda Fərmanın fikirləri gəlir. Fərman dedi ki, bəlkə bura keçəndə bu sözümə mən həmişə axırıncı söz deyirəm. Mənə Xabi Alonso okey, Vinicius okey, Mbappé mənə görə əsas komandanın uğurudur. Bu komandanın uğuru Xabi Alonso ilə gələcəksə, Xabi Alonso ilə gəlsin. Viniciusla gəlməyəcəksə, Viniciusla gəlməsin. Basın kim bayraq. Olur olsun. Mənim üçün fərqi yoxdur. Əsas odur ki, mənim komandam imacinə layiq şəkildə meydanda mübarizə aparsın. Bugünkü kimi biabırçı səviyyədə yox. Bu komandada inşallah Vinicius bu dəqiqə heyətdə olmasa belə bu komanda bərbad vəziyyətdə oynayır. Mən sözü yüngül formada deyirəm. Bərbad vəziyyətdə oynayır. Vinicius meydanda olsa da bərbad vəziyyətdə oynayır. Yəni mənə görə bu dəqiqə problemin ola bilər məğzində siz elə düşünə bilərsiniz ki, məsəl üçün Vinicius dayanır. Okey, Vinicius dayanır. Mən də düşünürəm ki, hardasa Viniciusun son 1-2 aydakı belə deyək də çıxışları El Clasico və məsəl üçün dünənki oyun, ondan əvvəlki oyun ola bilər hardasa meydandan kənardakı davranışlarında da səhvlər var. Ümumiyyətlə xarakterində pozğunluq var mənə elə gəlir. O adamın Ballon d'Or məsələsindən sonra xarakterində ciddi şəkildə pozğunluq var. Mən də fikirləşirəm ki, əgər çoxluq misal üçün bu adamın klubdan ayrılmağından tərəfdirsə ki, İspaniyada da artıq azarkeşlər arasında sorğuda da böyük əksəriyyət 80%-dən daha çox bu adamın komandadan uzaqlaşmağını istəyir. Olsun problem o yenə deyirəm. Mənə sadəcə olaraq maraqlı budur ki, bu adamı yayda göndərdilər komandadan. Düzdürmü? Komandaya kim transfer olunacaq? Əgər bu transfer Hollanddırsa, İnanmıram. Əgər bu transfer kimə inanıram? Bu transfer Hollandsa inşallah komandanın bundan da bərbad vəziyyət gözləyir. Yəni Mbappé çünki son yayılan məlumatlara görə mərkəzdə oynamaq istəyir. Mbappénin sol cinahda oynamaq fikri yoxdur. Başım ümumiyyətlə kim deyir ki, Mbappé solda oynamaq istəyir? Bu adamın solda oynamaq fikri yoxdur. Dediyim odur ki, uşaqlar, qısa keçəcəm. Mənə görə şəxsən fərqi yoxdur. Bu uğur Xabi Alonso ilə gələcək, bu uğur Viniciusla gələcək və yaxud kimlə gələcək. Komandaya layiq kimdirsə, komandanın uğura aparacaq kimdirsə, o adam da komandada olsun ki, biz ən azından azarkeş kimi oturaq normal futbol izləyək. Mən 90 dəqiqə əziyyət çəkməyim. Yəni futbola baxanda ki, yuxuma haram qatdım, düşünməyim də 7 saat 2-də tutalım. Yəni sən 26-cı ildə arzun odur ki, biz futbola baxanda əziyyət çəkməyik. 26-cı ildə arzuma gəlirəm. 26-cı ildə mənə elə gəlir ki, sizi bilmirəm, mən nəsə Super Kubokdan çox ümidliyəm ki, inşallah fikrim odur ki, Xabi Alonso üçün əgər qalacaqsa, Super Kubok qazanmasını istəyərəm. Ondan sonra da ki, əgər stabillik olsa, hardasa La Ligaya nisbətən fikirləşmək olar, əgər stabillik olsa, amma digər kuboklara açıq danışmaq lazım. Mən şəxsən Çempionlar Liqasını gözləmirəm. Kopanı da gözləmirəm, İspaniya kubokunu da gözləmirəm. Mənə elə gəlir ki, qazansa Super Kuboku qazanacaq. Ən yaxşı halda yanına bir də La Liqanı yaraşdıra bilərəm. Çox ümid edirəm belə olar. Fərman, sənin 26-cı ildə arzun nədir? Kişi olun da axır ki. Kişi ol, sadəcə kişi olun da. O bilsən kişi olsa hər şey yaxşı olar. Hə, doğrudan yaxşı. Ssenari əsasən deyəcək. Amma Mourinho komandası var. Kişi kimi oynasalar həqiqətən. Yox, kişi kimi can yandırsalar, valla mən heç belə pis oynasalar və can yandırsalar, mən orada belə pis olmaram da. Deyirəm indi bunun bacardığı budur, amma can yandırır. Maksimum bunu tələb edəcək. Nə edir ya, Vaskesdə indi xoşlanırsan, amma sənin deyəcəm də bir məsəl kimi.
Bu komanda can yandırırdı, amma bacardığı da bu idi. Mən ona durub söyə də bilmirəm də. Biz Deyim ona ki, çox haqsızlıq eləmişik. Mən Franı görəndən sonra başa Oyunda doğrudan hala Fırat onun siz oğludur doğrudan ya. da onu çox haqsızdır. Mən deyim. Vinicius mövsüm əvvəl dedim ki, getməlidir. Sən daha kəsin o Reels kimi qoydun ki, Vinicius getsin. Mən onu demişəm. 100% o demisən sən onu Ürəyimdən keçirdi bura. O 100% getməli idi. O heç. Gedəndən sonra mən çox arzulayardım ki, Luis Diaz gəlsin Reala. Bəs qoca da. Olsun. Siyasət Amma ki çox gözəl oyunçudur. Diaz oynadığı oyun, istədiyi pressing, müdafiəyə qayıtmaq, hücumda kömək eləmək və çox gözəl belə deyə driblinqi olan bir oyunçudur. Bavariya o Luis Diazla elə bir jackpot vurdu da konkret. Sən soldakını, mən sağdakını istəyirəm. Kim sağdakı kimdir orada? Olise. Amma Olise də pisdir. Akaz 23 yaşı var ya. Mən 28 vaxtı. Yox, amma ki normalda da oradan Bütün ulduzları Allah qaqa, hamısını Allah. kuboklara qalanda isə Super Kubok istəmirəm heç oynasınlar. Birinci oyunu uduzsunlar, qayıtsınlar. Doğrudan da ki komanda istirahət eləsin. Kim oyun Atletico oynayır ya. Hə, Atletico oyna. Sonra yox. İstirahət yaraşmır ya Fərman. Bunlar düşmür nə ya. Qardaş, mən arzum bu. Siz onu istəyirsiniz, imkan verin də. Udmayacaqlardan. Xəçə nə bilim, Real'a nə var. Amma La Liqanı gözləyirəm. Əminəm ki, udacaqlar. La Liqanı və Luis Diaz'ı istəyirsən. Bəli. Bir də kişilik. Bir də komanda biraz. Yaxşı çox oldu. Yaxşı Luis Diaz'ı qoyuram qırağa da. Kişilik və La Liqa. Ya Alonso uğurlar. Doğrudan da istəyərdim ki, qalsın. Çünki getsə mən istəyirdim Zidane gəlsin. Zidane da ki Fransaya getdiyinə görə qoy qalsın Alonso. Yox, Alonso özü oyunçu kimi də gözəl oyunçudur. O ürəkdir. Alonso 14-də sevinməyə yadımdan çıxmır. Ancelotti istəmirəm mən. Mən əminəm ki, Ancelotti ilə potensial növbəti müqaviləsi necə olacaq? Ölənə qədər burdasan. Nə qədər? Mən inanıram ya Ancelotti yenə qayıdacaq. Belə yenə ha. Mən sənə bu taxtada da bizsiz ya. İkinci il bu komanda nəticə verməzsə təzədən qalır. Yox, Yup Kaytis 4 dəfə qayıda bilir. Yup Kaytis qayıdıb 4 dəfə bağlayır. Əsas odur ki, can sağlığı, uzun ömür. Qalan hər şey düzələcək. Fərmanın argumentinə əsasən komanda elə onu arzulaya bilər ki, əsas oğlanlardır qardaş. Oğlanlığınızı itirməyin. Əziz komandamız. Başlıq odur. Uşaqlar, siz isə Real Madriddə 26-cı ildə nə arzu edirsiniz? Onu şərhlərdə yazın. Şərhləri bol-bol yazın ki, biz də sizin şərhləriniz olacaq. Real Madrid halal. Tak, uşaqlar, bu bizim arzularımız idi 26-cı ilə Real Madrid üçün. Siz isə öz arzularınızı şərhlərdə yazın. Komandaya, futbolçulara, kluba nə arzu edirsiniz? Bəlkə klub rəhbərliyi kimsə nəsə arzu etmək istəyir. İndi bilən bir nəfər var, nəsə arzu edəcək Florentino Perezə. Və sizə də ən yaxşısını arzu edirik. İndi komandanı müzakirə etdik, komandanı həm söylədik, həm təriflədik. İndi tərifləməyi biraz az elədik, amma bağışlalardır. Amma sizə ən əsası can sağlığı, uzun ömür, hər şeyin ən yaxşısı, uzun ömür, can sağlığı, yolka şənliyi, məhəbbətdir necə arzu edirik. Amin. Və bizim podkastları 26-cı ildə də baxmağı unutmayın. Hər birinizə təşəkkürlər. Hala Madrid. Hala Madrid. Real Madrid halal.